Hər birinizi kanalımda xoş gördüm. Yenidən gözəl videolar Astanasındayıq. Təqvim isə Ramazan ayını göstərir. 11 ayın sultanı xoş gəldi. Ömrümüzə bolluq, bərəkət, gözəllik gətirsin. Allah bizi öz ədəbinə, əxlaqına, gözəlliyinə bürüsün. İnşallah cəmi hamının orucunu Allah ən ali dərəcədə qəbul etsin deyirəm. Heydər Əliyev adına beynəlxalq hava limanımızda çox gözəldir. Siz də gördüyünüz kimi tam həmin o ayparanın altında bir ay boyunca gələnlərə, gedənlərə və hava limanı işçilərinə xurma və su ikram olunacaq. Hər iftarda iftarlarını aça bilərlər. Mən isə bu video ilə çox gözəl bir layihəyə start verirəm. Bu gözəl layihədə mənə iki böyük isim çox gözəl bir dəstək verdilər. Buradan Fly Dubai şirkətindən və Bravo Travel Baku şirkətindən dərin təşəkkürümü bildirirəm. Və bu üçlüklə biz Ramazan Omanda layihəsinə start veririk. Oman mənim çoxdan görmək istədiyim ölkələrdən biridir. Həyatıma, səfər həyatıma yeni bir ölkə yazılır, ərəb dünyası yazılır və bu yola Fly Dubai və Bravo Travel-la birlikdə çıxmaq sadəcə olaraq mənim üçün qürur vericidir. Odur ki, gözünüz kanalda olsun. Bir-birindən maraqlı videolar gələcək. Omanla tanış olacaq, şəhərlərlə tanış olacaq və ən böyük arzularımdan biri kimi məhz ərəb ölkəsində Ramazan necə qeyd olunur, iftarlar necə açılır, insanların həyatı necə olur, onunla tanış olacaq. Yolcu yolda gərək. Fly Dubai ilə axırıncı dəfə 2022-ci ildə Malayziyadan qayıdanda Bakıya qayıtmışdım və o zaman artıq şirkətin təyyarələrini çox xoşlamışdım. Çünki bir səyahətçi üçün təyyarənin və uçuşun rahat keçməsi çox önəmlidir. Burada isə xüsusən də pilotlara böyük bir alqış düşür. Təyyarəni su kimi, quş tükü kimi eniş etdirmişdilər və çox rahat idi. Bakıdan Maskata kimi birbaşa reys yoxdur. Bakı-Dubai və Dubai-Maskat olaraq iki təyyarə dəyişdim və bu reysin rahatlığı onda idi ki, gözləmə arasında məsafə olduqca az idi. Qeyd edim ki, siz Fly Dubai ilə Maldivlər, Şri-Lanka, Zənzibar, Tayland kimi uzaq destinasiyalara da rahat şəkildə uça bilərsiniz. Güvənlidir, etibarlıdır, təyyarələr çox rahatdır və vaxt necə keçir bilməyəcəksiniz. Çox rahat səfərdən sonra indi sıra Maskat təyyarəsinə çatmaqdır. Ya habibi ta'ala lhaqni şuf اللي قراني من بعدك سهرنا من وقت بنادي خيالك من قدك وانا كنت غرامي وغرامي هالكني. Muskata gəldim, çıxdım və 7 gün burada Grand Millennium Otelin qonağıyam. Arada 2 günlük çıxacağam və bu çox sevdiyim şəhərdə və ölkəyə gəlib çıxmam adına çox xoşbəxtəm. Bravo Travel Bakuya da tutduqlar bu gözəl otel adına minnətdaram. Sabah görüşmək ümidilə. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir və Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Yəmənlə sərhəddədir. Oman körfəzi sahilindədir. Paytaxtı Maskat şəhəridir və oktyabr ayından mart ayına qədər bu ölkəyə səfər etmək üçün ən ideal vaxtdır. Vizaya gəldikdə aktiv Şengen və ABŞ Kanada vizası olanlar üçün Omana girişdə viza verirlər, olmayanlar üçün isə onlayn viza alınır. Omanın gözəllik tərəflərindən biri odur ki, zəngin neft ölkəsinə olmasına baxmayaraq burada bir dənə olsun göydəlinə rast gəlmək mümkün deyil və bu sultanlığın bir nömrəli siyasətidir ki, burada ölkənin öz memarlığı qorunub saxlanacaq. Son vaxtlar bir ölkəyə gələndə dərhal çəkiliş etmirəm. Hardasa 1 saat yarım onu hiss etməyə çalışıram. Görüm ilkin buraxdığı duyğu nədir? Deyirlər ilk 20 saniyənin çox böyük önəmi var. Hətta deyir insanlar belə ilk 20 saniyədə bir-birinə aşiq olur. Bir yerin insana buraxdığı təsirdə ilk 20 saniyədə özünü göstərir və buranın ilk 20 saniyəsində də çox gözəldir həqiqətən. Yaxın Şərqin demək olar ki, Ərəbistan yarımadasının ta cənub-şərq qurtaracağında yerləşir. Bax balaca bir ölkədir və əgər Birləşmiş Ərəb Əmirliyi, məsələn, Səudiyyənin özü daha çox səhralıqdırsa, Omanın iqlimində, Omanın coğrafiyasında dağlar, balaca vadilər üstünlük təşkil edir. Buranın özünə məxsus xüsusi dağları var. Məsələn, Cəbəl Əxtar dağı var. Orada Dəməşq gölü yerləşir. Mənim tam da layihəmin coğrafiyasına aid olan bir yerdir. Omanın ab-u havası, mənəvi havası da çox gözəldir və Peyğəmbər əleyhissalamın adına gələn hədislərdə belə Oman haqqında çox gözəl fikirlər səsləndirilir və
Və burada burayla bağlı çox zaman deyirlər ki, buranın özünün elə bir bərəkəti var ki, yəni burada insanlar heç bir çətinlik çəkmirlər. Düzdür, məsələn, stabil bir iqtisadiyyatı var və ən baha, məsəl üçün, İordaniyada olanda 100 dolların dinara münasibətində 75 isə burada 38 realdır və bu biraz çox bahadır. 100 dolların çox az bir pul olduğu bir ölkədir. Stabildir iqtisadiyyat. Neft ölkəsi olsa da eyni zamanda kənd təsərrüfatı ilə məşğul olan bəzi sahələr də var və Oman iqtisadiyyatı bu baxımdan çox stabilliyini qoruyub saxlayır. Ramazanı olduqca dərindən yaşayırlar. Həyat hazırda sakitdir, səssizdir. Amma axşama doğru artıq bir canlanma olmağı gözlənilir. Bunu da görməyə çox səbirsizlənirəm. Ümumiyyətlə, yəni deməyim ilk başda bu video vlogun əvvəlini onunla gətirirəm ki, Omanın mənəvi mühiti, havası çox gözəldir və bu sizi özünə çox yaxın buraxacaq. Memarlıq, evlərin memarlığı, istər məscidlərin memarlığı hər biri Oman ənənəvi memarlığında da bir bina digərini üstələmir, gözə xoş gəlir və bütün bunlar insanın ilk təəssüratına olduqca gözəl təsir edir. Gəlin bura bir giriş startapı deyək, giriş çəkilişi deyək və zaman-zaman əsas püf nöqtələrini, əsas anları göstərəcəm və ümid edirəm ki, bu vloqdan sonra Omanı bir qədər daha yaxşı tanıyacağıq və niyə də Omana gəlməyək? Oman ən gözəl ərəb ölkələrindən biridir, nağıl kimi bir yerdir, tarixini qoruyub, gözəlliyini qoruyub, ona görə də gəlməliyik. Burada hər yer bu şəkildə çox səliqəlidir. Məsəl üçün, hazırda Milli Muzeyin yanındayım, amma arxada bir saray, Sultan Qabusun qəsri yerləşir. Küçələr çox səliqəlidir. İnsanlar hamısı, kişilər ələxüsus milli geyimlərdədir. Qadınlar zaten müsəlman paltarlarında da, abayadadılar. Hər birinin deməli geyimlərində xüsusi element, onların papağıdır, papağın xüsusi bir adı var, onun da adı yadımdan çıxdı doğrusu, adı yadımda qalmadı, amma irəli çəkilişlərdə adını qeyd edəcəm. Hər biri ya başlarına şal bağlayıb, ya da ki, həmin papaqdadılar. Taksi xidməti burada fəaliyyət göstərir. Taksiləri həm application vasitəsilə sifariş edə bilərsiniz, həm də necə çağıra bilərsiniz. Və Omanın özünün quruluşu sultanlıqdır burada. Tabinədən sultanlıq olub, 19-cu əsrdə hətta Zənzibara kimi ərazi gedib çıxıb. Lakin stabil bir sultanlıq olub, heç kimin daxil işlərinə qarışmır. Amma son illərdə özünün nüfuzu və belə deyək, beynəlxalq dünyada ictimai bir rəyi ona görə əlavə olaraq artdı ki, qəza hadisələrində digər ərəb dövlətləri kimi yaxasını geriyə çəkmədi. Sözdə belə olsa, böyük bir dəstəyini sərgilədi. Xüsusi burada maraqlı məqamlardan biri Omanlıların dini tərəfidir. Bunu da inşallah axşam saatlarında Ramazana doğru iftar açılanda matrafdan paylaşımlarda danışacağım. İlk dəfə İrana gedəndə İranın cənubunu çəkmək istedim. Qəşm adası var idi orada və orada üzü bağlı qadınlar var idi. Sırf o maskalı qadınları çəkmək adına getmişdim və Qəşm adasından bir günü bir Hörmüz turu götürmüşdük. O Hörmüzdə, Hörmüzün bir hissəsinə dayanda Hörmüz boğazına baxanda insanı çox qəribə şəkildə bir hisslər bürüyür. Elə bilirsən ki, bu saat burada bir Səfəvi, Portuqal müharibələri gedir və həmin Hörmüz boğazı İran-Fars körfəzi ilə Oman körfəzini bir-birindən ayırır. Fars körfəzinin sahəsində Birləşmiş Ərəb Əmirliyi, Ərəb dövlətləri, oradakı tərəf əmirlik dövlətləridir. Oman körfəzinin sahilində isə məhz Oman yerləşir və bircə bu Hörmüz boğazı ilə bir-birindən aralıdırlar. Və dünən təyyarə də Dubaydan çıxan zaman tam da sahilin qırağı ilə belə bir saat məsafədə səfər gerçəkləşdirdi. Sadəcə o bu suyun rəngini göstərmək istəyirəm ki, suyun rəngi çox gözəldir, inanılmazdır və Oman
Boğaz və Körfəz sahili dövlət olduğundan zamanında bura həm liman ölkəsi olub və bu səbəbdən hər an müdafiə olunma məqsədi ilə istənilən hər qayanın başında müdafiə ehkamları, balaca bürclər, bəziləri böyükdür, digərləri kiçikdir, bürclər tikilir, sırf bu ərazini qorumaqdan ötəri. Maskat ümumiyyətlə çox gözəl şəhərdir. Bu ağ bəyaz evləri, Oman körfəzinin gözəlliyi. Burada turistlər çox xüsusi qayğılı gəzintilər də təşkil olunur. Ta ki körfəz ortasında bir çox adalar var, ora aparırlar. Mən onu istifadə etmədim. Lakin Albustandan tutmuş Qantapa qədər bir gözəl bir səfər təşkil etdim. Bu Maskatın tam sahil əraziləridir. Bura məsəl üçün bustandır və gözəlliyə baxın. Sadəcə bunlar balıqçı kəndləri idi. Burada həm ənənəvi balıqçılıqla məşğul olurlar. Eyni zamanda məhz bu ərazidən qayıqlarla turistləri götürüb həmin Oman körfəzinin mərkəzindəki yerləşən adalara kimi aparırlar. Mənim niyyətim də o deyildi. Mən sadəcə Maskatı kəşf etmək istəyirdim. Bustan Qantapdan sonra Matraha gəlib çıxdım. Yaxın Şərq şəhərlərinin, bunu Doxada da görmüşdüm. Yaxın Şərq şəhərlərinin bulvar kimi bir hissələri var və bu Kornişi adlanır. Yerlər buna Kornişi deyirlər və Maskatın Kornişesi burada yerləşir. Matrah deyilir bu əraziyə. Mutrah yazılır, matrah deyilir. Qədim Maskatdır və deməli bu ərazi həm balıqçıların olduğu bir yerlə, eyni zamanda birazdan bazar açılacaq. Əslində gün ərzində açıq olur, lakin Ramazandır deyənə hər biri iftardan sonra canlanacaq. Çox səbirsizliklə gözləyirəm şəhərin canlanmasını çəkməkdən ötəri. Və burada çox maraqlı məsələlərdən biri odur ki, Omanlıların məhzəb etibarilə çox ibadilərdir. İbadilərin özəl tərəfi ondan ibarətdir ki, onlar demək olar ki, həm əhl-i sünnəni, həm əhl-i şiəni qəbul etmirlər, lakin əllərini yana namazlarını qılırlar və möhür də qoymurlar. Bununla belə məhz həmin gök qübbə yerləşən ərazi, Matrah indi o tərəfə keçəcəyik. O tərəfə keçəcəm. O qədər turlarla gəzmişəm, elə biləm ki, cəmdəyim. İndi o tərəfə keçəcəm. Orada əhl-i şiənin yaşadığı məhəllələr var və son illərdə demək olar ki, artıq əhl-i şiə ilə çox belə tamam təmasda, yaxın münasibətdədirlər. Bununla belə hər şeyə rağmen, yəni nə qədər bunlar onu qəbul etsələr də, etməsələr də, Omanda məhzəb qırğınları heç vaxt olmayıb, məhzəb davaları olmayıb və hər kəs bir-birinə hörmət şəklində burada yaşamaqdadır. Və bu baxımından ölkənin və şəhərin də ab-havasında bir gözəl bir mənəviyyat ruhu var, bir sakitlik ruhu var. O yerdəki qırğınlar, qiyamətlər var. İstər-istəməz adi sakit vaxtda belə getsən, ölkənin və şəhərin havasında bunu hiss etmək mümkün olacaq. Lakin burada burayla bağlı deyilənlərin tam əksi Livanda yaşanır. Livan tarixini bu və digər dərəcədə bilənlər bilir ki, orada hər şey çox qarışıq vəziyyətdədir. Xristian məzhəblər bir-birlərini qırır. İslamda müsəlman məzhəblər arasında qırğın qiyamətdir. Hətta konstitusiyada belə uzun zaman dəyişikliklər aparılmışdı. Prezident bir konfessiyadan olmalıydı, baş nazir birindən. Aləm qarışıb bir-birinə. Ona görə Beyrut bugün o haldadır. Çox təəssüf edirəm həqiqətən. Yaxın Şərq şəhərləri çox gözəldir. Kaşki hər birində salamatlıq olsun. Bu bizim ora gedib səfər etməyimizlə bağlı deyil əlbəttə. Mən çox ən böyük arzularımdan biri Dəməşqi görməkdir. İllər boyu bu olub. Ən böyük arzularımdan biri Beyrutu görməkdir. Ümumiyyətlə Suriyanı və Livanı gəzməkdir. Əfqanistanı görməkdir. Amma digər ki, haranı daha çox görmək istəyirəmsə, orada bir qırğınlar, qiyamətlərdir. Amma hətta iradəni kənara qoysaq belə, tək ki dünyanın hər bir yerində sağlıq və salamatlıq olsun. Mən çox istəyirəm ki, dünyada əmin-amanlıq olsun ki, insanlar qırılmasın, insanlar artıq dinc yaşamağı öyrənsinlər. Dünən məsələn Qəzzada iftar süfrələrini göstərirlər. İnsanın içi ağrıyır. Bu insanlar müasir dövrün Kərbəlasını yaşadılar. Bu insanlar bu müasir dövrün böyük bir məktəbi oldular. Əzmi, iradəni, qırılmamaq nədir? Yəni çox böyük bir məktəb, böyük bir dərs keçdilər bütün dünyaya. Keşke bunun fərqinə varsaq ki, əslində Qəzzada hansı bir məktəb var və bizə nə demək istəyirlər. İstərsəniz bir şərq şəhərində olanda digərini, ələxüsusən yaxın şərq olanda onu da xatırlamamadan qalmırsan. Maraqlıdır bura.
Şərq şəhərlərinin ən əsas elementlərindən biri, hissələrindən biri hamamlarla yanaşı bazarlar da yaxın şərqdə bazarlar soğuk adlanır və səfərlərim zamanı bir neçə belə bazar görmüşəm, lakin bugünə qədər ən gözəl bazarlardan biri və birincisi Təbriz Böyük Bazarı qalmaqda davam edir. Maskatda ikinci günüm Sultan Qabus məscidində açılır. Sultan Qabusun Oman tarixində çox dərin bir rolu var. Belə ki, özü xaricdə təhsil alıb gəlmiş bir insan olmuş və gəldikdən sonra demək olar ki, idarə etdiyi ölkəsində yeni qaydalar tətbiq etmişdi. Bu səbəbdən innovativ qaydalar tətbiq etmişdi. Təhsil artmışdı, məktəblərin sayı, universitetlərin sayı artmışdı və bu baxımdan Sultan Qabusun Oman tarixində yeri tamam bambaşqadır. 1970-ci ildən ta ki 2010-lara qədər ya 2003-lərə qədər səhv edə bilərəm, amma 21-ci əsrin əvvəllərinə qədər hakimiyyətdə olmuşdu. Bugün Omanda istənilən bir yerə getdikdə otellər olsun və yaxud idarələr olsun, orada Sultan Qabusla şəkli yan-yana dayanır. Lakin indiki sultana baxdıqda birinci sultanı daha çox sevirlər. Çünki hər zaman onun xoş əməllərini xatırlayırlar, ölkə üçün gətirdiyi yenilikləri xatırlayırlar və bu Sultan Qabus məscidi də Omanın demək olar ki, ən nağılvari bir məscidlərdən biridir. Ümumiyyətlə çox gözəldir. Mən də buranı görməyə çox səbirsizlənirdim və işləmələri özü olduqca incəcikdir. Şeyx Zayed məscidi ilə bəzən müqayisə aparılır. Ümumiyyətlə müqayisə aparılmalı deyil. Çünki Şeyx Zayed ağ mərmərdəndir. Burada isə qəhvəyi tonlar üstünlük təşkil edir və bu məscid daha özünə məxsus, individual və daha fərqli və qəşəngdir. Şeyx Zayed məscidi qəşəngdir, amma unudulandır. Çünki Tac Mahalı görən bir insanlar üçün həmin məscidin heç bir təsiri, memarlıq baxımından heç bir təsiri yoxdur. Bura isə çox gözəldir. Məscidin bu geniş zalı 20 min insanın namaz qılması üçün nəzərdə tutulub və önəmli hissələrdən biri məhz yerdəki bu xalçadır. Təbriz ustaları tərəfindən toxunulub 27 aya ərsəyə gəlib və 1 milyon 700 min ilmə vurulub. 21 ton ağırlığında olan xalça 28 müxtəlif rənglərin sintezindədir. Məscidin ümumi ab-havası, mən hələ Andalusiyada olmamışım, amma tam da Ərəb İspaniyasının ab-havasını verir. Çox gözəldir bura. Həqiqətən də çox sevdim. Arzuladığın yer haqqında sonradan məyusluq keçirməmək ən gözəl duyğulardan biridir.
Oman körfəzinin tam sahilidir bura və Omanın özündə bura dağlar, vadilər və dəniz ölkəsi deyirlər. Sahil çox gözəldir və sakitdir. Maskatın özündə Azaiba və bir dənə başqası da var. İki belə sahil yanı var əsas etibarilə insanların daha çox gəldiyi. Dünənki hissəyə yəqin ki yadınızdadır. Burada da üçün sahilin bir hissəsində balıqçıların yerləridir. Bir qədər irəlidə isə artıq yerli insanların daha gəlib belə piknik elədiyi, oturduqları bir yerlərdir. Deməli, dünənki bir yerdə orada qayalıqlar arasında bir yer var idi. Orada çimənləri də gördük. Durum elədir ki, çimmə durumunda tam həmin sahildə ərazidə bir çox rezortlar oradadılar və xarici turistlər gələndə məhz həmin rezortların ərazisindəki sahildən, yəni dənizin sahilindən istifadə edirlər. Belə açıqlıqda kiminsə çimməyini falanı görmədim xaricilərdən başqa. Amma hava hazırda bir qədər sərindir. Bakının yaz havasıdır. Bir qədər ola bilər ki, apreldən falandan dənizdən istifadə edirlər. Amma qadınlar çox xüsusi bağlı ərazilər var. Onlar da daha çox belə qapalı ərazilər kimidir. Onlar həmin ərazidə artıq dənizdən istifadə edirlər. Lakin bütün bu hər şeyin bir kənarında Oman körfəzinin sahilində çox başqa bir duyğular var və bu duyğular məni 2019-un 20-ci ildə Hörmüz boğazının ətrafında olduğum vaxtları xatırladı. Hər bir halda elə yerlər var ki, ora tarix qoxuludur. Tarix nəfəsidir. Məsələn, uzaqda bir gəmi gedir indi. İnsanın fikri, bir qədər tarixi bilirsənsə, insanın fikri fərqli hisslərlə dolub daşır. Amma tarixən Oman liman ölkəsi olub. Buradan ta ki Hindistana qədər uzanan ərazilər olub. Ona görə də Böyük Britaniya kraliliyə hər zaman Omanı nəzarət altında saxlamağa çalışır. Bugünün özündə belə İngiltərənin ölkədə təsiri həddən ziyada çoxdur. Omanda ümumilikdə Maskatda hündür mərtəbəli binaya rast gəlmədim. Əslində səfərlər ard-arda oldu. Doxa ilə Oman ard-arda oldu. Doxanı çox çəkmədim çünki Doxaya dincəlməyə belə deyim 3 günlük qrupla getmişdik və qatarda çox adam olub hazırda. Ona görə onu çəkib paylaşmağı bir zəruri bilmədim və ard-arda olması çox yaxşıdır. Müqayisə aparırsan, ardıcıl bir coğrafiyadır. Maskatda çox hündür mərtəbəli binalara, hətta biznes mərkəzlərinə rast gəlmədim. Evlər olsun, iş yerləri olsun, konkret olaraq hər biri az mərtəbəlidir və ağ rəngdədirlər. Bəzən o səbəbdən bu yaşayış binasıdırmı, ya bir şirkətdirmi, onu fərqləndirmək çox çətindir. Amma Maskatda yaşayan Azərbaycanlılar var və bu axşam məni iftara çağırıblar. 2 nəfərlə iftarda görüşəcəm, bir xanımla və dostu ilə və 2 xanımla da iftardan sonra çaya görüşəcəm. Lakin fərqli bir yerdə ora xanımlarla iftardan sonra görüşəcəyim yer deyirlər, bura Bakının fəvvarilər kimi bir yerdir və fərqli bir hissəsini görülməyi də maraqlıdır. Bu ən azından şəhəri tanımaq baxımından olduqca maraqlıdır. Arxadan bir yerli gedir. Yaxın Şərqi çox sevirəm. Kaş ki, Yaxın Şərqdə vəziyyət çox stabil ola və digər ölkələri də gəzmək ola. Məsəl üçün, mənim əlimdə ola və dünya çox gözəl ola, Omandan birbaşa Yəmənə gedərəm. Yəmən çox gözəldir, amma çox təəssüf edirəm ki, böyük dövlətlər, böyük oyunlar, hər bir şey Yaxın Şərqdə düzən saxlamayıblar, düzən qoymayıblar. Ona görə də Omandan Yəmənə getmək var ikən, Omandan Bakıya qayıtmaq olacaq. İnşallah tək dünya salamatlıq olsun. Tək ki, yenidən bir yol görsənsin və gəlmək olsun. Bəzən özümü Gertruda Bell kimi səhra kraliçası hiss edirəm. Amma Gertruda Bell casus idi. Mənim casusluğuna işim yoxdur. Mən bir səyyahım və bu coğrafiyanı çox sevirəm.
Burada deməli park var və bayaq haqqında bəhs etdiyim xanım və Azərbaycanlılar bura məni iftara çağırıblar. Birazdan yəqin ki çəkəcəm, tanış eləyəcəm. Maraqlı bir görüşümüz olmalıdır və artıq yerlilər yerlərini tutublar. Belə su qoyublar. Yəqin ki o birisi də şirədir. Adətən bu parkda belə insanlar özləri həm də dincəlirlər, özləri otururlar, eləyirlər, amma indi artıq günəşin batmasına yaxın iftardır da. Ramazan deyil, gözləyirlər vaxt. Burada da bir çox yerdə belə açıq büfelər, məsələn dünənki yer bir qədər daha sadə idi, amma belə yerlərdə açıq büfe, mən otelə də qaydanda orada da açıq büfe qoymuşdular. Amma mən daha götürmədim. Çünki baxmayaraq ki açıq büfedir, bayağı bir məbləği var idi.